Yeni həyat, yeni arzulardır. Amma bəzən bu yenilik arzuları da puş edir. Bu dəfə Əliyevlər ailəsi arzularına çatıb, amma bu hissi tam ürək dolusu yaşaya bilməyiblər. Yəni, ailə 3 il sonra övlad sahibi olub, özü də bir yox, 3 uşaq sahibi birdən. Bir qız, 2 oğlan. İlk baxışdan çətin anları da arxada qoyublar sanki. Amma yox, əsl sınaq elə bundan sonra başlayıb. Ailə 2 oğlunu itirib və bu məsələdə də həkimləri günahlandırır. Qalan bir övladının onları tərk etməməsi üçün dualar edir. Həkimlər isə burada səhlənkarlıq yox, ağır xəstəliyin varlığını iddia edir. Bundan sonra da körpənin sağ qalması üçün əllərindən gələni əsirgəməyəcəklərini vəd verərək. Təfərrüatı Nurlan Rafikoğlu'nun reportajında. 28 gün orada yattılar. 29-cu günü bura gəldik. 30-cu günü uşaq keçindi. 6-cı gündə keçən Bəli, 6-cı gün keçindi. Bu gün də ikincisi keçinib. Əliyevlər ailəsinin 3 illik həsrətdən sonra övlad sahibi olma sevinci çox çəkməyib. Körpələr dünyaya gəlib. Hətta bu xəbərə sevinən Nəriman baba dərhal Sumqayıt şəhərindən Bakıya üst tutub. Ancaq bu sevinç vur tut 28 gün davam edib. Ata Kamran Əliyev bildirir ki, üçəm doğulduqdan 28 gün sonra onlar elmi tədqiqat pediatriya institutuna köçürülüb. Nə baş veribsə də bundan sonra olub. 22 avqust tarixində üçəmlərdən biri oğlan uşağı dünyasını dəyişib. Səbəb isə infeksiya yoluxması göstərilib. Bundan 2 gün sonra, yəni bu gün üçəmlərdən biri də ölüb. İndi isə ailənin tək istəyi üçəmlərdən sonuncusu qız övladlarını həyatda saxlamaqdır. Ata həkimləri səhlankarlıqda ittiham edir. 7 ayında doğuldu, amma ki dedilər yaxşıdır artıq. Dedi yox, özü dünyaya gətirdi və dedilər ki, biz sadəcə bura göndərik çəki yığmağa. Qidaları gündə 30 qram verilir, başqa bir problem yoxdur. Bir dənə göndərik çəki yığmağa OMED-yə. Orada deyirlər özdə, orada istəyərlər palataya salarlar, istəyərlər küvəzə qoyarlar. Belə. Gətirmişik küvəzdə, burada çıxıb anam 1-ci skorinə gəlmişdi, biz 2-ci, 3-cü gəlmişik. Gəlib burada qabaq qarşılayan yoxdur, çıxıb pilləkənə qalxıb ora-bura, axır uşaq əlində göyərir. Elə bu problemlə bağlı Əliyevlər ailəsi ilə birgə üst tutduq adı çəkilən səhiyyə ocağına. Bizi qurumun direktoru Nəsib Quliyev qarşıladı. Bildirdi ki, üçəm 21 avqust tarixində ağır vəziyyətdə xəstəxanaya qəbul edilib və onlarda tibdə müalicəsi mümkün olmayan xəstəlik müşahidə edilib. Bu uşaqların ikisində daha sürətlə nekrotik enterokolit deyilən qorxulu bir xəstəlik əlamətləri göründü və ona görə də aparılan tədbirlərə, göstərilən yardıma baxmayaraq uşaqları biz ikisini itirdik. Çox təəssüf olsun ki, 3-cü uşaqda da bu əlamətlər görünür, amma indi biz də maksimum gücümüzlə çalışırıq ki, o uşağı xilas edək. Səhiyyə ocağının rəhbəri bizə əmin etdi ki, sonuncu körpənin sağ qalması üçün əllərindən gələni əsirgəməyəcəklər. Bunun üçün körpənin bütün əlavə xərclərini xəstəxana rəhbərliyi öz üzərinə götürüb. Bir sözlə, məsələ Səhiyyə Nazirliyinin nəzarətindədir. Faktla bağlı nazirlikdə araşdırmalar da aparılır. Ailənin isə tək ümidi sonuncu körpəyə, qız övladlarınadır. Həkimlərin köməyi ilə körpə bu ağır vəziyyətdən qurtarar inşallah.